Sabah ola bilər ki, bax bu dam örtüyündə hər hansı bir tərləmə baş verməsin, amma mənzil soyuq olsun. Bu kimi mənzillərdə əsas çox bizi narahat edən məsələlərdən biri dam örtüyünün izolyasiyası yox. Zaten dam örtüyünün izolyasiyası bizi narahat eləmir. Hər bir yeri izolyasiya olunur, bağlanır, isti soyuqdan mühafizə olunur. Əsas bizi narahat edən bax bu kənarlardır. Yaxınlaşdırıram, diqqət edin. Görsün. Digər mənzillə bu mənzilin arasında gör nə qədər boşluqlar var. Yəni o boşluqları biz izolyasiya etməsək, sabah ola bilər ki, bax bu dam örtüyündə hər hansı bir tərləmə baş verməsin, amma mənzil soyuq olsun. Çünki niyə? Mənzilin isti hava axını məhz bütün dam boyu yayılacaq. Söhbət qışdan gedir. Yayda da isə həmçinin digər mənzillərdə yığışan isti məhz bunun tavanının da altına daxil ola bilər. Ona görə də izolyasiya proseduru xüsusi diqqət tələb eləyir ki, bax bu məsələlərdə xüsusi diqqətli olasınız. Şimdi biz bunları bağladıktan sonra artıq buradakı suvaq işləri görüləcək. Suvaq işləri gətirib yapışdıracaqlar, köpüyə qədər saxlayacaqlar. Bundan sonra digər mənzilin hava axını bəs bu mənzilə daxil olmayacaq. Böyle olan halda əlbəttə ki, bu tam izolyasiya sayılır. Əks halda isə natamam izolyasiya sayılır.